Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Xoş gördüm hər birinizi. Bu günləri ev təmizliyi edəcəm. Yəni qısa da olsa istədim çəkəm. Uzun bir aradan sonra istədim bir dənə video çəkəm. Yəni düzdür, otaqların o birisilərini təmizləmişdim. Hansı ki, təmizləmədiyim otaqları çəkəcəm sizlərlə. Burada qonaq zalını təmizləyəcəm. Qızlar, siz necə təmizlik aparıb sonra təmizliyə çıxanda rahatlanırsınızmı? Məndə elə bir his olur ki, elə bir ki, necə deyim, yəni yorğunumu atmış kimi oluram. Qıraqdan o təmizliyə baxanda belə deyim. Yəni elə dərin təmizlik etmirəm. Yəni gündəlik halı olan bir təmizlik. Yəni toz soranlayıb siləcəm. Bir də biraz toz var idi. Onları götürəcəm. Yəni elə bir dərin təmizlik etməyəcəm. Çünki dərin təmizliyimi etmişəm. Gündəliyə hal olan təmizliyimi edəcəm. Qızlar, siz necəsiz? Siz bilirəm, hamı bayramdan çıxıb dərin təmizliyini edib, amma gündəlik hal olan, yəni təmizliyimiz gündəlik olur onsuz. Yəni qadınların o təmizlik günləri, yəni onsuz olmur. Yəni hər zaman belə deyim, gündəlik evi təmizləyirik, hər zaman toz soran əlimizdən düşmür. Yəni hər gün ev təmizləyirik. Tembolidə ki, evdə uşaqlı olan qadınlarımız vəbşi hər gün əlində, toz soran əlindən düşmür. Ona görə də bizdə də nə qədər çalışıram ki, uşaqlar zalda yemək yeməsinlər və yaxud da nəsə orada atışdırmalıq eləməsinlər, amma televizor orada olduğu üçün tez ora qaçırlar, orada yemək yeyirlər. Qızlar, deyirsiniz ki, xalçası belə çirikli görsənir. Düzdür, nə qədər xalça təmizləyənlə də təmizləmişəm. Bu xalçalar çox belə çirki özünə tez yığır. Heç sevmirəm bu xalçanı. Nə qədər əlim gündəlik üstündə təmizlik olsa da belə tez çiriklənir. Bilmirəm, o dəfə Faberlikdən də xalça təmizləyən aldım. Ondan da istifadə etdim. Buradan təmizləyirsən, buradan yenə də çiriklənir. Sağlıq olsun, bu xalçamı heç sevmədim. Birini dəyişəcəm. O indiki xalçalar yaxşıdır ki, tez çiriklənmir. Çiriklənsə də belə bir silən kimi tez gedir. Amma bunu silirsən də yenə də yaxşı silinmir, təmizlənmir. Hər ildə yuyulan bir xalçadır. Hər dəfə də əldə təmizlənən xalçadır. Yenə də silinmir. Qızlar, siz gündəlik evi silirsinizmi? Siz necə? Yoxsa sadəcə hər gün toz soranlayırsınızmı? Deyim, hər gün silirəm. Yox. Yay olanda hər gün gündə elə olur 2 dəfə də silirsən. Yəni 2 dəfə də silirəm, belə deyim. Yəni toz olur, belə pəncərələr açıq olur, qapı açıq olur. Ona görə gündə 2 dəfə də silirəm. Həm də ki, axşam olanda sərin olmaq üçün silirəm. Həmişə analarımız elə edərdi. Hər gün səhər bir tezdən, bir də axşamüstü silərdi ki, evlər sərin olsun. Mən də elə edirdim yayda. Amma qış olanda, yəni gün aşırı silirəm. Yalan deyim ki, hər gün silirəm, gün aşırı silirəm, amma hər gün toz soranlayıram. Dediyim kimi, uşaqlar nəsə yerə tökürlər, ya əlimizdən, özümüzdənmi tökülürsə də hər gün yəni toz soranlayıram. İndi uşaqların otağına keçmişəm. Qızlar, bilmirəm sizdə də elədir, yoxsa bizdə uşaqlar körpədir, ona görə uşaqlar yəni şkafın aynasını tez-tez çirikləndirirlər, əllərinlə gedirlər, əllərini vururlar, tez-tez çiriklənir. Hər gün də silirəm, amma yenə də baxıram ki, yenə çiriklidir. Bilmirəm, körpədilər hələ, ona görəmi, yoxsa necə bilmirəm, bəlkə də başqa evlərdə, yəni uşaqlar eləmir, bizim uşaqlar da, amma nədənsə hər dəfə bizim uşaqlar o pəncərə aynanın şüşəsində, yəni dolabın, şkafın
aynasını çox çirkləndirirlər, belə deyim. Bəzən də elə olur, balaca oğlum həmişə qar yağanda edəndə, yəni gedir ya və yaxud da ayna buxarlı olanda aynada da nəsə yazır ya ürək çəkir. Orada aynanı tez-tez onda da çirkləndirir. Onda da tez-tez çirkli olur. Kızlar, bizim evimiz tam hazır olmadığı üçün dediyim kimi birinci vlogumda mən demişdim, qeyd etmişdim. Yəni evimiz hələ təmirsiz olduğu üçün, polumuz laksız olduğu üçün, yəni pollarımız, döşəmələrimiz belə görsənə bilər. Biraz da silinməyi çətin olur. İnşallah laklanar, yaxşı olar, belə deyim. Hələ tam təmirsiz olduğu üçün, nə aboyu, nə lakı olmadığı üçün, yəni pollarımız belə görsənə bilər. Yəni biz təzə köçmüşük, ona görə də hələ yəni təmirsizdir. Allah olmayan evi olmayanlara ev nəsib etsin inşallah. Arzusunda olanlara ev nəsib etsin. Sağlıqla otursun içində hər birimiz. Ona görə yəni pollarımız biraz yəni necə deyim, bir rəngini boz görsənə bilər, çirkli görsənə bilər. Amma nə qədər də silsəm də, təmizləsəm də, yəni laklı pol kimi görsənmir, belə deyim. Qızlar, otaqları təmizlədim, kuxnaya gəldim. Ən axırı həmişə kuxnanı saxlayıram ki, ən axırda kuxnadan təmizləyim, kuxnadan çıxım. Ondan sonra rahat olum. Çünki kuxna ən çətin yerdir. Belə mənim üçün ən çətin yerdir. Yəni o birisi otaqları bir yer yığış edirsən, uzağı yeri yığarsan, bir də tozunu alarsan. Amma kuxnada nədənsə də həmişə iş qurtarmır. Elə kuxnada gün axşama işləsən də belə, yəni işlər qurtarmır. Belə deyim. Sizlərdə də elədirmi? Mən yenə də deyirəm, bəlkə də uşaqlıyam, ona görəmi, yox və yaxud da bilmirəm, dağınıq olurmu, ona görəmi, nə qədər silsəm də, təmizləsəm də kuxnanın işi qurtarmır. Qızlar, toz soranladım. Burada da tozlarını alıb başlayacağım döşəməni silməyə. Silim. Ondan sonra rahat yerdə qalan nəsə işlərim olarsa da onu edərəm. Əsas bu silib təmizləməkdir, tozunu almaqdır. Mənim üçün yemək bişirmək mənə çətin gəlmir. Gün ərzində nə qədər, yəni belə deyim, yemək bişirim, yəni nə istəyirsə süfrə açım, yemək bişirim, o məni yormur. Amma belə, yəni silmək də mənə yorğunluq gəlmir, amma yer yığış, o kuxna, belə evi təmizləmək demərəm, amma o kuxnanın yer yığışı məni daha çox yorur, nəinki belə yer yığış etməkdən. Kuxna bilmirəm, heç kuxnadan adam çıxa bilmir. Ha, gün ərzində istəyirsən ki, kuxnadan çıxasan, kuxnadan da çıxa bilmirsən. Yəni bilirəm, bütün qadınlar da belədir, yəni mənim kimidir. Ona görə də bilirəm ki, kuxna işi çox çətindir. Qızlar, siz hansı şılabradan istifadə edirsiniz? Mən bunu təzə almışdım. Həmişə o birisilərdən istifadə edirdim. Bu da rahatdır, amma dediyim kimi, amma bizim polumuz laklı olmadığı üçün bu da çətinlik verir. Neçəsini sınamışam, yəni mənə hər dəfə o çətinliyi verir. Bunu əsasən salfetka ilə daha çox silirlər, görürəm, amma nədənsə də yəni heç silməmişəm. Fikirləşirəm ki, o bizim polumuza yəni silməz. Çünki bizim polumuz laksız olduğu üçün silməz bilirəm. Yəni tez-tez də yuyuram, təmizləyirəm. Bəzən elə olur qızlar, bilmirəm siz də edirsinizmi? Sirkəli su ilə daha çox təmizləyirəm, şampun tökürəm, belə deyim. Amma indi sadə, yəni adi su ilə tez-tez bezi yudum, sildim. Yəni sirkəli su atmadım. Çox vaxtı sirkəli su ilə yuyuram ki, dezinfeksiyaya görə, təmizliyə görə sirkəli sulardan istifadə edirəm, şampundan, vernil tökürəm bəzən ki, yəni evdə qəşəng qoxu gəlsin. Sildim, təmizlədim qızlar.
Yəni uşaqların otağını belə, özümüzün otağı belə hamısını təmizlədim. Özümüzün otağını tam çəkmədim, silib təmizləməyə video uzun olduğu üçün qısa çəkdim. İndi rahat oldum. Yəni silib təmizləyəndən sonra adam rahatlaşır, belə deyim. Bilirsən ki, yüngülləşirsən ki, ən azından işin biri yüngülləşdi, ev təmiz oldu. Ev təmiz olanda istər-istəməz adam yorğunluğu da çıxır. Qalır bir yemək bişirmək, yemək də yanında. Ev təmiz olanda rahat bilirsən ki, yemək bişirmək, bir dənə yemək bişirmək işin qalır. Qızlar sildim, təmizlədim. Keçdim, kuxnanın bir dənə qalmışdı döşəməsini silmək. Onu da sildim. Qutardım. Yəni otaqları qutarmışdım. Ona görə çəkdim ki, yəni otaq çəkim. Burada da kuxnanı da silib təmizləyib rahat çıxacam kuxnadan. Biləcəm ki, kuxnada işim qutardı. Qızlar, mən hər zaman yəni evi silib təmizləyəndən sonra ya bəzən şam yandırıram. İndi şamım bitdiyi üçün yandıramadım. Bəzən də buxur yandırıram. Buxurum var idi deyən evdə buxur yandırdım. Elə bil mənə o yorğunluğumu, o buxur, o şamın qoxusu mənim yorğunluğumu da o buxur yandıqca, yəni yorğunluğum çıxır. Bilmirəm siz necə yandırırsınızmı buxur, şam? Mən yəni tez-tez yəni yandırıram evdə. Buxur olanda buxur, olmayanda şam. Sevirəm o iyləri, yəni iyisini sevirəm. Ən çox da şirin iyini çox sevirəm. Adətən vanil iyili buxurlar alanda. Yenə şamlarda, yəni qızılgül ətirli belə bir ətirli şamlar alıram. Siz istifadə edirsinizmi qızlar? Şamlardan, buxurlardan, otaq ətirlərindən belə deyim. Yəni mənə elə gəlir o otaq ətirləridir, buxurlardır, insanın ruhunu dincəldir. Gördüyünüz kimi təmizliyimi etdim. Yəni dediyim kimi dərin təmizlik deyil. Yəni dərin təmizliyimi etmişəm. Sadə gündəlik təmizlikdir. Gündəlik yığış etdiyimiz bir təmizlik. İndi də dedim bir çəkim, sizlərlə paylaşım, bir ara vlog paylaşmadım. Dedim çəkim, paylaşım. Qızlar, buxuru yandırıram. Buxur burada yansın. Mən də yorğunluğumu atım, belə deyim. Sağ olun, Allah amanında qalın. Xoş günlər arzulayıram hər birinizə. Hər zaman təravətli, gümrah qalasınız inşallah. Yeni bir vlogumda görüşmək ümidi ilə sağollaşıram. Allah amanında qalın. Sağ olun. Kanalıma abunə olmağı, like atmağı, yorumlarda fikirlərinizi gözləyirəm.